Salam, bu videoda duzluluq məsələlərinin izahı ilə sizin qarşınızdayam. Baxaq, duzluluq məsələlərində deyir, əgər 0,5 litr suda 5 qram duz varsa, promil duzluluğu müəyyən edin. Yadınızda saxlayaq ki, duzluluq ümumiyyətlə həmişə 1 litr suda olan duzun miqdarına əsasən təyin olunur. Deməli, məsələn, indi belə bir biz nə qururuq? Belə bir tənasüb qururuq ki, məsələn, 0,5 litr suda 5 qram duz varsa, bəs 1 litr suda nə qədər qram duz olacaq? Bax, bunu tapırıq. Bax, bu 1 litrə görə tapdığımız 1 litr suda olan duzun miqdarı bu duzluluqdur. Yəni, bu promillə də təbii ki, adlandırılır duzluluq. Deməli, bunu da tənasüb qururuq. Bunu buna vururuq, bunu buna vururuq. X də bərabər edir. Deməli, 5-i 0,5-ə böləndə 10%. Deməli, duzluq 10%, yəni 10 promil daha doğrusu. 10 promil nə olur? Duzluq olur. Sonra, duzluğun məsələlərindən ikinci tipi belə bir məsələdir. Deyir ki, 1,5 litrdə 45 qram su var. Bu duzluğu təyin. Yenə də bunu 1 litr belə deyək, suya əsasən neyniyəcəyik? Duzluğu təyin edəcəyik. Yəni, bunu hesablamıram. Burada da izah var. Özünüz də baxacaqsınız. Yəni, bu formada yenə də 1,5-i x-ə, biri də 45-ə, onu da böləndə təbii ki, tənasüb quranda edir 30 promil. Yəni, duzluq 1 litrə əsasən təyin olunan duzluqdur. Üçüncü suala baxaq. Deyir ki, orta duzluluğa malik olan Dünya okeanının 8500 litr suyun buxarlandırmasına neçə kiloqram duz alınır? Burada da necə eləyirsən? Bu 4 də 3 də eyni tiplidir. Orta duzluq 35 promildir. Yəni 1 litrə 35 qram duz var. Dünya okeanı 8500 belə deyək də litrə nə qədər olacaq? İstəyirsiniz bunu belə də yaza bilərsiniz. İstəyirsiniz bunu tona da çevirə bilərsiniz. 1 litrdə 35 qramdırsa, 1 tonda olacaq 35 kiloqram. 8500 daha doğrusu 8,5-də isə 8,5 tonda isə olacaq x. Bunu çarpaz şəklində vuranda təbii ki 8,5-i vuracaqsan 35-ə, cavabı alacaqsan. Vuraq bunu. Deməli, belə olacaq 8,5 vurulsun 35. 297,5. Burada indi o Y variantındadır. Cavab yoxdur. 297,5 belə deyə olacaq duzluluq. Yəni neçə kiloqram duz əldə etmək olar? Bu qədər 297 kiloqram duz əldə edə bilərik. Bu da orta duzluq 10 ton suda nə qədər? Burada da yenə deməli 1 tonumuzda dedik 35 kiloqram. Ya burada tonla desə, elə tonla da qeyd edə. 1000 litrimizdə deməli 1 qramımızda 35 qramdırsa, 1000 litrimizdə isə 35 kiloqram olacaq. Bu da 1 tondur. 1 ton 35 kiloqramdırsa 10 tonumuz nə qədər olur? 250 kiloqram. Sonra növbəti duzluq məsələ tipinə baxaq. Əgər 500 litr dəniz suyunun 15 kiloqram duz varsa, promili təyin edin. Burada da yenə əgər 500 ton daha doğrusu 500 ton yox, 500 litr suda 15 kiloqram varsa, 500 ton suda 15 kiloqram su varsa, deməli 1 litr suda nə qədər olacaq? X. Bunu çarpaz şəklində vuracağıq təbii ki. Yenə deyirəm, duzluq 1 litrə əsasən təyin olunur. Bunu yadınızda saxlayın. Bunu çarpaz şəklində vuranda olacaq nə qədər? Yəni 500 litrdə 1500, bunu da qrama çeviririk lap. 15000 qramdırsa, 1 litrimizdə nə qədər olacaq? Bu da olacaq təbii ki 30%. 30 promil. Sonra növbəti sualın izahına baxaq. Duzluluq 12 promillə 1 litr suya 200 qram su əlavə edildi. Yəni yeni duzluluğu müəyyən edin. Deməli 12 promil 12 qram deməkdir. 1 litr su deməli suya da 200 qram su əlavə olunub. İndi qulaq asın. Bu 1 litr suya 200 qram su əlavə olanda 1,2 litr su olacaq da, düzdür? 1,2 litr su 12 promildirsə, bəs 1 litrimiz yenə duzluğu təyin edirsə, 1-ə əsasən təyin edəcək. 1-ə olacaq nə qədər? X. Yenə deyirəm, birinci baxın, suya əlavə olunursa, bunu hesablayırsan.
əvvəl 1,1-in üstə 200 qram gələndə 1 litrin üstə eləyir 1,2 litr. Əgər bu 12 promildirsə 1 litrimiz nə qədər olacaq? X və duzluğu təyin elədik. Bu da olacaq x-də bərabərdir 10 promil. Sonra duzluluğu 20 promil olan 1 litr suya onun 25% qədər şirin su əlavə olunarsa duzluq nə qədər olar? Yadınızda saxlayın, şirin su əlavə olunan belə deyək, suda duzluq dəyişmir. Çünki bu özü də şirin sudur. Yəni bu duzlu tərkibi yoxdur. İndi 1 litr suda duzluğu 20 promildir. 1 litr suyun. Bu deyir ki 1 litr duzluğu 20 promil olan 1 litr suyun 25%-ə qədər şirin su əlavə. 1 litrin 25% nə qədər eləyir? Deməli 250 qram. O da 1 litr üstünə də 250 qram gələndə eləyir 1 tam yüzdə ilə promil yazaq. 1 tam %25 litr. Burada deməli promil 20 promil duzluq var. Yəni 1,25 litrdə 20 promildirsə, duzluğu yenə təyin edirdirsə 1 litrə əsasən. 1 litrdə də x-dir. Bunda çarpaz şəklində vuranda x-də bərabərdir olacaq 16 qram duz var. Yadınızda saxlayın. Neynədik? Yenə şirin su əlavə elədik 25%, 1 litrin 25% elədi 250 qram. 1 litrin üzərinə 250 qram gəldi, elədi 1 litr 250 qram. 1 litr 250 qram da 20 promildirsə, 1 litrimizdə x-dir. Duzluğu belə təyin elədik. Sonra 1,5 litr suda 51 qram duz varsa, bu da həmin qaydadır. Bunu da yazmıram. 1,5 litr suda 51 qram duz var. 1 litr suda nə qədər olacaq? X qram. Bax görürsünüz 1,5 litr su 51 qramdır. 1 litr su isə x qram, x-dir bilmirik də. Çünki duzluğu təyin ediriksə 1 ilə təyin edirik, 1 litrlə təyin edirik. Bunu da çarpaz şəklində təbii ki vuranda eləyir 34 promil. Sonra 34 qram. Duzluğu 12 promil olan 1 litr suyun 80%-i buxarlanırsa yerdə qalan duzluğu tapın. Elə bil ki 12 promil suda duz var. Bu 1 litr suyun 80%-i buxarlandı. O yəni 800 qramı getdi, yerdə qaldı 0,2 litri. 0,2 litri 12 qramdırsa, bəs yenə duzluq təyin edirsə 1 litrimiz nə qədər olacaq? X. Yenə də bunu çarpaz şəklində vuranda eləyəcək 60 promil. Yəni 60 qram. Sonra duzluq 36 promil olan 1 litr suyun duzluğu 0 promil su əlavə etdikdən sonra duzluğu 16 promil oldu. Əlavə edilən suyun miqdarını tapın. Bu tipli məsələlərdə də əsasən duzun üstə duzluğu suyun üstə suyu əlavə edirsən. Məsələn duzluğu 1 litr suda deməli 1 litrdə 36 promil, yəni 36 qram duz var. İndi 1 litr suya bilmirik də nə qədər. Duzluğu 0 promildir. Yəni elə 36-nın üstə 0 gəlir 36 eləyir. Ancaq 1 litrin üzərinə nə qədər su əlavə olunduğu bilinmir. Yəni bu oldu x. 1-in üzərinə x, 36 qram üzərinə də 0 elədir 36 qram. İndi deyir ki, bunları əlavə edəndən sonra duzluq 1 litrdə olub 16 promil. Götürdük burada da 1 litrdə 16 promili qoyduq bura. Yəni 16 qramı qoyduq bura. Sonra bunları çarpaz şəklində vuranda eləyəcək deməli 16 üstə gəlsin 16x bərabərdir 36. Tənlik həll edəcək. X də bərabərdir olacaq 1,25 litr olacaq. Yəni bu x-i tapdıq ki 1 litr suyun üzərinə 1,25 litr su əlavə edilib. Ümumiyyətlə bu əlavə olunan duzla suyla əlavə olunan hər birinin üzərinə qoyursan, yazırsan da, yəni o duzluğu. Suyun duzluğu 45 promildən 15 promilə qədər azalmışdı. Bu suyun duzluğu 0 metrə, bu suyun üzərinə duzluğu 0-a bərabər olan neçə litr su əlavə edilmişdir? 1 litr suyda deyir ki, duzluq 45 promildir. 1 litrdə 45 olub. Bu suyun üzərinə nə qədər əlavə edilib ki, 15 promilə dönüb. İndi bunu necə eləyəcəyik? Yenə də tənasüb quracağıq. 1-in üzərinə bilmirik nə qədər su əlavə olunub. Yenə deyirəm, bu 45-in üzərində də yəni bilmirik də nədir? Yəni burada daha doğrusu 45-ə suyun duzluğu 0-a bərabər olub əlavə olunan suyun. O da yəni 45-in üstə 0 gələndə 0. Ancaq deməli 45 promildən nə olub? 15 promilə çevrilib. Yəni 1 litrimiz 15 promil olub. Duzluq deyəndə, yəni bu qədər duz olubsa, deməli bu 1 litrlə təyin edəcək. 15 promilə, yəni 15 qram olub. Yenə də bu tənasüblə quranda olacaq
15x vursun 15 bərabərdir 45. Deməli burada 15x də bərabərdir 30. Bir də tənasüb qurursan, x də bərabərdir 2 litr. Neynədik? Bunu çarpaz şəklində bir-birlərinə vurduq. Yenə əlavə olunan deyəndə duzun üstə duz, belə deyək, suyun üstə suyu əlavə edirsən. Duzluğu 13 promil olan 3 ton Xəzər dənizinin duzluğu 20 promil dəniz suyu ilə qatıldı. Alınan duzluğun 18 olduğu nə qədər su əlavə edilir? Yenə duzluğu 13 promil olan Xəzərdir, düzdürmü? 3 ton suyunda. Deməli 3 ton üstə gəlinsin. Biz bilmirik nə qədər dəniz suyu qatılıb, bu x elədik, bərabərdir. 3 tondan Xəzər 13 promillə, yəni 13 qramla nə qədər duzluq əldə edilir? 39 qram duz əldə olunur. Bir də ki, bu bilmədiyimiz nə qədər suyun əlavə olunduğu, belə deyək, o promili biz bəllidir ki, 20 promil əlavə olunub da dəniz suyuna. Ancaq bilmirik nə qədər əlavə olunub, ancaq duzluğu 20 promildir. Duzla duzu topladıq, suyla suyu. Və bunlar toplanıb alınan 1 litrdə olub 18 qram. Bax, yenə tənasüb şəkildə bir-birinə neynirik? Vururuq. X də bərabərdir nə qədər olacaq? Olacaq, burada da hesablanıb 54 plus 18 eləyir. Ondan sonra 39 plus 22. Bunları da tənasüb qurdun. X də bərabərdir 7,5. Yəni bunları çarpaz şəklində bir-birinə vurmaqla hesablanır. Duzluğu 10 promil 5 ton dəniz suyunun üzərinə 30% qədər duzluluğu 20 promil su əlavə edilibsə, yəni yeni suyun duzluğu nə qədər olar? Bu tipdə də yenə duz və su ayrı bir-birindən ayrılıb yazılacaq. Birinci suda deməli 5 ton sudur. Deməli burada deyir ki, onun üzərinə onun 30% qədər duzluluğu 20 promil. 30% qədər deyirsə, deməli 55 tonun 30%-ni tapacağıq. O da eləcək 1,5 ton. İndi duzluğa baxaq. Bir qədər duzluluğudur. Duzluluğu 20 promildir. Yəni burada fikir versək 5 tonda, yəni 1,5 daha doğrusu tonda 20 promildirsə, olacaq bu 30 kiloqram. Yəni 1,5 tonun 20 promillik duzluluğu varsa, burada deməli 30 kiloqram eləyəcək. Burada isə 5 tonda 10 qramlıq, yəni 10 kiloqramlıq bir tonu 10 kiloqramlıq olan suda nə qədər olacaq? Olacaq 50 kiloqram. Üstə gəlsin 50 kiloqram. Bunları yazdıq. Sonda deyir nə qədər duzluq olacaq? Duzluğu da biz bilmirik. İndi duzluğu biz tapmalıyıq. Bunları çarpaz şəklində vuranda 5x plus bərabərdir 5x plus bərabərdir 1,5 üstə gəlirsən x bərabərdir 80, x də bərabərdir 12,3 promil. Yəni qram, 12,3 qram. 1 litrdə 12,3 və yaxud da 1 tonda 12,3 kiloqram duz var. Sonra növbəti test tapşırığına baxaq. 1 litr suyun duzluluğu 40 promil olan okean suyunda 8 qram duz almaq üçün nə qədər su buxarlanmalıdır? Deməli 8 qram duz, belə deyək də, ilk olaraq bunu hesablayaq. 8 qram duzu neçə litr sudan əldə eləmək olar? Deməli 1 litrimiz 40 qramdırsa, bəs 8 qramımız neçə litrdir? Bunu belə deyək, tənasüb edirik. X də bərabərdir elə 0,2. İndi deyir ki, deməli 0,2 qramdan almaq olar da bu 8 qramlıq düzü. 0,2 litrdə. İndi bu 0,2 litrdən almaq olarsa, deməli buradan nə qədər su, 1 litrdən nə qədər su ayrılıb? Deməli 1 litr çıxsın 0,2, o da eləyəcək 0,8. Deməli 0,8 belə deyək qram, litr daha doğrusu su ayrılıb ki, buxarlanıb ki, o yerdə 0,2 qalıb, o da belə deyək də 8 qram duz əldə olunub. Ondan da cavab olacaq 0,8 variant. Sonra növbəti test tapşırığına baxaq. Duzluğu 30 promil olan 20 ton okean suyunun nə qədər duzluluğu 50 promil su əlavə edilməlidir ki, onun duzluğu 45 olsun. Yenə su, duz taktikasından istifadə edəcəyik, yəni düsturuna. Deməli duzluğu 30 promildir 20 ton okean suyunun. İndi okean suyunun 20 tondur. Onun bilmirik nə qədər əlavə olunub. Sonra 20 tondan 30 promil olanda 600 kiloqram duz əldə olunur. 50 belə deyək də promildə də bilmirik nə qədər əldə olunub. Ona görə olacaq 50x.
1 litrdə də yaxud da 1 tonda da 45 kiloqram duz əldə olunub da sonda. Alınan duzluq bu qədərdir. Sonra bunu çarpaz şəklində yenə vurursan, burada da hesablan 900 üstəyənsin 45x, 600 üstəyənsin 50x, 300 bərabərdir 5x, x isə bərabərdir 60 ton. Yəni 60 ton su da əlavə olunub ki, burada 45%lik, 45 promillik, 45 qramlıq duz əldə edilsin. Duzluğu 30 promil olan 10 litr suyun neçə faizini buxarlandırsa, duzluq 40 promil olar. Duzluğu 30 promil olan 10 litr suyun. İndi burada diqqətlə qulaq asın. Burada məsələn 10 litr sudur. Bundan nə qədər buxarlandırsaq çıxsaq, deməli burada da təbii ki 10 litr olduğu üçün burada da 300 qram belə deyək də düz qalacaq. 300 belə deyək qalacaq. Burada 300 promil. İndi 300 promildirsə nə olacaq? 1 promilimizdə də 40 axırda da yəni bunu beləncə edib, yəni 10 çıxsın x bu da ona 300-ə bərabərdir. Çünki 300 necə tapdıq? 10 litrdə vurduq 30 promilə, elədir 300 qram. İndi duzluğu da 1 litrdə 40 qrama bərabər olsun. Bunu da yenə tənasüb şəkildə vuracağıq. Deməli 400 üstə gəlsin, daha sonra çıxılsın 40x bərabərdir 300. X-ə bərabərdir olacaq 2,5 litr. Burada 2,5 litri tapdıq. İndi burada deyir ki, bu suyun neçə faizini buxarlandırsaq, yəni 10 litr suyun içərisində 2,5 litr neçə faizdir? 10 litr 100-dürsə 2,5 faizdə 25, 2,5 litrdə 25 faizdir. Sonra sonuncu suala baxaq. 10 litr qırmızı dənizdən götürülmüş suyun üzərinə 25 promilli mərmərə dənizinin neçə litr suyunu əlavə etmək lazımdır ki, alınan duzluq orta okean duzluğuna bərabər olsun. Yenə su, duz. Deməli 10 litr suyun üzərinə x litr əlavə etməliyik. O da bərabər olmalıdır. Deməli 10 litr qırmızı dənizi 42 promildə 10 litri eləyəcək 400 deməli 20 qram üstə gəlsin. Mərmərənin suyunu bilmirik axı. 25-i də vuracağıq buna 25x. Sonra 1 litrimizdə olsun orta okean duzluğu nə qədərdir? 35 promil. Bunlar çarpaz bir-birinə vuranda nə olacaq? Deməli olacaq. Bunları hesablayanda x ilə bərabər olacaq təbii ki 7 litrə. Yəni 7 litr su əlavə olunub ki, bu 1 litr 35 belə deyək promilli bir okean suyu əldə olunmuşdur. Yəni bu tərzdə belə məsələlər qəbula düşə bilər. Bunlara diqqətlə izləyin, səbirlə bunların hər birinin izahlarına baxın.